Heç bir imamın torpağında Allah bu gücü qoymayıb. Heç icazə də verməyib ki, başqa imamların, peyğəmbərlərin sən torpağın götürəsən, yeyəsən. Torpaq yemək nədir? Haram da olmaz. Amma Hüseynin torpağına icazə verdi. İmam-ı Sadiq ağadan soruşdular ki, İmam Hüseyn əleyhissalam bu cür fədakarlığı elədi. Allah əvəzində nə verdi İmam Hüseyn əleyhissalama? Dedi, 3 dənə şey verdi. Birincisi, imaməti Cəddi ağanın nəslində qərar verdi. İkincisi, qəbrinin yanında icabət qərar verdi. Hər kəs ağanın qəbrinin yanında dua eləyə, Allah qəbul eləyər. Bunu verdi. Üçüncüsü də şəfa qoydu onun torpağında. Onun türbəsində Allah şəfanı qoydu. Deyir, İmam-ı Sadiq əleyhissalama sual verən dedi ki, ağa, mən səndən soruşdum ki, Allah İmam Hüseynə nə verdi? Sən saydığın 3 dənə şey heç İmam Hüseynə aid deyil. İmam Hüseynin özünə aid deyil. Birini dedin ki, qəbrinin yanında icabət qoyub, nəslində imamət qoyub, torpağında şəfaət qoyub. Mən soruşuram ki, özünə nə verdi? Sən torpağından danışırsan, sən qəbrindən danışırsan, sən nəslindən danışırsan. Deyir, indi gör özünə nə verib də. Ağa buyurur ki, gör indi özünə nə verib. Yəni, onun torpağına bu icazəni veribsə, onun qəbrinə bu ləyaqəti veribsə, gör indi onun müqəddəs ruhuna nə verib. Gör onun indi müqəddəs ruhu hardadır. Deyir, şəfa qoyub ağanın torpağında. Bir çox xüsusiyyətləri var Kərbəla torpağının. Birinci xüsusiyyəti budur ki, aləmdə elə bir torpaq, elə bir diyar yoxdur ki, Kərbəladan üstün olsun. Ancaq Kərbəladır ki, ən üstün məqama malikdir. Kərbəla torpağı Kərbəlanın o məkanı. Hədislərdə var, İmam-ı Sadiq əleyhissalam buyurur ki, Kəbə bir gün fəxr elədi Allaha. Dedi, mən misli, görəsən mənim kimisi var? Mən Allahın evi məndə, cəmaat uzaq yerdən dururlar, gəlirlər mənim ziyarətimə. Allah buyurdu ki, Kəbə sakit ol. Səndən üstün bir yer var. Ona elə fəzilət vermişəm ki, ona verdiklərimi mən sənə verməmişəm. Onun o yerin adı Kərbəladır. Deyir, Kərbəlaya verdiyim fəziləti Kəbə mən sənə verməmişəm. Kərbəlada olan olmasaydı səni mən yaratmazdım. Səni mən Kərbəlada yatan kimsiyə xatir yaratmışam, ha, birdən orada olmasaydı mən səni məhv eləyərdim. Hədisdə var ki, deyir, yandırardım səni. Kəbəyə deyir Allah, deyir, mən səni yandırardım əgər o Kərbəla orada olmasaydı. Kərbəlanın bu sözündən sonra deyir, Kəbə susdu. Əllamə-i Seyyid Bəhrululum deyir ki, min hədisil Kərbəla'i vəl Kəbəti li Kərbəla banə uluvvur rütbəti. Kərbəlanla Kəbənin bu söhbətindən sonra deyir, Kərbəlanın fəziləti çıxdı üzə. Dünyada ən müqəddəs yer Kəbədir. Allah buyurdu ki, Kəbə səndən də müqəddəs Kərbəladır. Heç özvə iftixar eləmə. İkinci, Kərbəla torpağının xasiyyəti budur. Deyir, o qədər müqəddəsdir Kərbəla türbəsi, mələklər arada bir gələrlər, göydəki mələklər. Kərbəlanın torpağını ziyarət eləyib gedərlər. Cənnətdə hurilər var da. Görəndə ki, mələklər enirlər yer üzünə, hurilər cənnətdən soruşarlar ki, mələk, hara gedirsən? Deyir, gedirəm yer üzünə Kərbəlanı ziyarət eləməyə. Deyir, yer üzündə çox qiymətli şeylər var, mən onların heç birini istəmirəm, heç birinə də həvəsim yoxdur. Amma yer üzündən mənə bir dənə hədiyyə gətirərsən, Hüseynin türbətini. Huri cənnətdə mələkdən Hüseynin türbəsini hədiyyə kimi istəyir ki, qaydanda məni üçün insan bir yerə gedəndə ən qiymətli hədiyyəni istədiyini alar da. Huri deyir ki, ən qiymətli hədiyyə mənim üçün Hüseyn türbəsidir. Hədislərdə var ki, bizim imamlarımız Kərbəla torpağına çox qiymət verərdilər. Hörmətin saxlayardılar Kərbəla torpağının. Deyir, onu ovucuna, əlinə alanda İmamlarımızın belə bir adəti var idi. Həzrət Əlidə də bu var idi. Baxmayaraq ki, hələ Kərbəla hadisəsi olmamışdı. Deyir, ovucuna alacağın, deyir, onu götürərdi, birinci iyiləyərdi. Sonra öpərdi, sonra qoyardılar gözlərinin üstünə. Eyni Qur'anın hörmətin Kərbəlaya da eləyərdilər. Necə Qur'anı götürürsən, öpürsən, qoyursan gözünün üstünə. Deyir, hansı imam Kərbəla torpağın əlinə alsaydı, onu öpərdi, iyiləyərdi, qoyardı gözlərinin üstünə. Hədislərdə var ki, çox yaxşı olar ki, Kərbəla türbəsindən insan saxlasın özü üçün. Ölən zaman 2 dənə vəsiyyəti eləsin. Birinci vəsiyyəti budur ki, məni yuyanda quslumun suyuna bundan qatarsınız. Sidrlə, kafurla, ab-ı xalislə. Amma üçündən biri ancaq kafura. Kafuru suya qatırsan, biraz da Kərbəla türbəsindən.
Deyir, insan yaxşı olar ki, vəsiyyət eləyəndə bu vəsiyyəti eləsin ki, kafira qatun Kərbəla türbəsin, ondan sonra yuyun məni. Birazını da saxlasın. Deyir, elə ki, məni kəfənə bükdünüz, ondan biraz qoyarsınız mənim sinəmin üstünə. Hədislərdə var ki, deyir, övladınız təzə ağzını açanda Hanniku avladakum bi turbətil Hüseyn. İmam Hüseyn ağanın türbəsindən götürün biraz sürtün onun damağına. Birinci dəfə ağzını açanda sürtün onun damağına. Çox böyük təsiri var. Türbətlə iftar eləməyə də icazə verilib. Oruç tutmusan, İmam Hüseyn ağanın türbəsi ilə iftar edirsən. İmam-ı Hadi 10-cu imam sual verirlər ağaya. Daha doğrusu danışırlar, deyirlər, ağa mən iftar elədim, amma iftar eləyəndə xurmanla türbətdən istifadə elədim. Xurmanla türbəti mən oruç kimi, iftar kimi açdım orucumu. Ağa bir kəlmə söz buyurdu İmam-ı Hadi əleyhissalam. Dedi, cəməətə beynəl bərəkəti və sünnə. Bərəkətlə sünnəti sən bir yerə toplamısan. Xurmanla iftar eləmək sünnətdir, türbət də bərəkət. Yəni icazə var buna. İmam-ı Sadiq əleyhissalam buyurur ki, namaz qılanda, səcdiyə gedəndə namazınızın möhrü çalışın Kərbəla türbəsindən olsun. Ağa niyə? Ağa buyurur ki, Kərbəla türbəsinə səcdə eləmək 7 qat səmanın pərdələrin açar. Yəni namaz qalxar Allah yanına. İnsan namazı qılır, görürsən hicablar qoymur namaz ucasın Allah dərgahına. Deyir, səcdə türbiyə səcdə eləmək o 7 pərdəni açar. 7 pərdədən də məqsəd hədis alimləri buyururlar ki, nədir? 7 qat səmadır. 7 pərdə, yəni 7 qat səma. Və Allah icazə verir ki, türbətdən sən yeyəsən. Bizim bütün müştehidlər, ta qədim müştehidlərdən indiyə qədər bir nümunəsini oxuyuram sizə Şeyx Tusidən. Şeyx Tusi İslamda nəhəng müştehidlərdən olub, onun Təhzibül Əhkam adında bir kitabı var. Ağanın sözüdür ki, deyir, la yecuzu əklu şeyin minət-tin illa tinu qəbril Hüseyn. Olmaz, caiz deyil torpaqdan yemək. Ancaq qəbri Hüseynin torpağından icazə var. Fə innəh yecuzu ən yu'kələ minhul yəsir. Bir damcı ondan götürüb yeməyin eybi yoxdur. Lil istişfa, şəfa məqsədi ilə. Şəfa tapmaq məqsədi ilə. Hədislərdə də var, nə cür ondan istifadə eləyək? Bir nəfər gəldi İmam Sadiq ağanın yanına, dedi, ağa mən xəstələnmişəm, sən demişən Kərbəla torpağından düzələcəksən, yemişəm, düzəlmirəm. Dedi, yeyəndə nə cür yedin onu? Düdüyəsinə götürdüm, elə yedim də. Dedi, yox, onun müqəddəsliyi var, sən gərək qayda qanununa riayət edəsən. İmam-ı Sadiq əleyhissalam buyurur ki, çox yox. Bir dənə elə ocuğa götürüb tökərsən stəkanın içərisinə, çox yox. Noxud boyda götür, Kərbəla türbəsini. Noxud boyda götürdün, onu əlində saxla, bir dənə dua var, onu oxu. Gör, nə qədər Kərbəla türbəsinin ehtiramı var ki, sən deyir ona yaxınlaşanda ədəblə yaxınlaş. O dua bundan ibarətdir. Allaha belədir. Allahumma inni əs'aluka bihaqqil məlikilləzi qəbəzəha. İlahi sənə and verirəm o şaha ki, sən ruhunu bədənindən çıxartmısan. Və əs'aluka bihaqqil məlikilləzi xəzənəha. Sən onu xəzinət qərar vermisən. Və əs'aluka bihaqqil məlikilləzi həllə fiha. O torpaqda sən onu dəfn eləmisən. Ən tusalliyə alə Muhammedin və ali Muhammed və ən təc'ələha şifaən min kulli dain. Sən bunu mənim üçün bütün dərdlərdən şəfa qərar ver. Və əmanən min kulli xavfin, bütün qorxudan əman qərar ver. Və hifzən min kulli suin, bütün çirkinliklərdən bu məni qorusun. Bunu oxuyandan sonra o bir damcı noxud boyda olan torpağı at suyun içərisinə, bir dəfə həmin suya Qədr surəsini oxu, ondan sonra iç. Başqa bir dua da var ki, bu Məfatihul Cinanda var, deyir Allahumma bihaqqi hazihit türbə. İlahi səni and verirəm bu türbətin ehtiramına. Və bihaqqi mən həllə fiha, onda dəfn olan şəxsə. Və bihaqqi cəddihi, cəddinə xatir. Və əbihi və ummihi və əxihi, atasına, anasına, qardaşına xatir. Vəl-əimməti min vuldihi, övladlarına xatir. Və bihaqqil mələikətil xafinə bi. İlla cəəltəha şifaən min kulli dain. Sənə and verirəm onun qəbrinin dövrəsinə, dövriyə alan mələklərə xatir. Bunu mənim üçün şəfa qərar ver. Və burən min kulli mərəzin, bütün xəstəlikləri məndən uzaqlaşdırsın və nəcatən min kulli afətin, bütün bəlalardan məni qorusun və hirzən mimma əxaf və əhzər. Qorxduğum, çəkindiyim şeylərdən də mənim üçün sipər olsun mənə. Bu da ikinci, bunu da oxuya bilərsən, həmin o türbiyə. Baxın, bəziləri indi deyirlər ki, türbə bu cür ehtiram eləmək şirkdir, ondan sonra belə yemək şirkdir. Amma görün, biz şəfanı torpaqdan istəmirik. Deyirik, Allahumma bihaqqi hazihit türbə. Bu
Bu türbəyə xatir səndən istəyirəm. Sən buna o şifanı qoymusan, indi də təsiri səndən istəyirəm. Yəni burada heç bir şirk də yoxdur. İndi Kərbəla torpağı hansı torpaqdır? Elə Kərbəla şəhərinin bütün torpağı hədislərdə müxtəlifdir. Bir 35 metr hər tərəfdən 35 metr Kərbəla türbəsi sayılır. Bəzi hədislərdə belə gəlib. Bəzi hədislərdə fərsəxlə gəlib. Ən çox hədislər ancaq Həzrət İmam Hüseyn əleyhissalamın baş tərəfində olan türbəni deyirlər. Yəni hər türbə, hər torpaq yox. Baş tərəfində olan türbə ki, rəngi adətən qırmızıya çalar o torpağın. Söhbət o torpaqdan gedir. Bəzi alimlər də deyirlər ki, Kərbəla çox tozlu torpaqlı yerdir axı. Kərbəla torpağı deyəndə ağanın qəbrinin üstündəki tozdan yığılmış torpaq nəzərdə tutulur. Gəlir ağanın qəbrinin üstündə görürsən bir toz mümkündür, əgər insan ora daxil olsa, o tozu yığa bilsə, deyir o torpaq nəzərdə tutulur. Yoxsa elə Kərbəlanın hər yerindəki torpaq yox.